Herkese salam. Bugün sizinle asan hazırlanan, tez başa gələn peçenye resepti bölüşürəm. Bunun üçün qaba 1 ədəd iri yumurta, 1 stəkan şəkər tozu əlavə edib qarışdırıram. Üzərinə yarım stəkan süd əlavə edib şəkər tozu əriyənə qədər yenidən qarışdırıram. 5-6 xörək qaşığı bitki yağı, 1 paket şəkərli vanilin, yarım çay qaşığı qabartma tozu və ən sonda ələdiyim unu üzərinə əlavə edirəm. Qarışdırıb lazım olduğu qədər yenidən un əlavə edirəm. Ümumilikdə 2 stəkan yarım undan istifadə etdim. Hazır xəmirin üzərinə xırdaladığım badam əlavə edirəm. 3 xörək qaşığı badamdan istifadə etdim. Əlimi azca yağlayıb xəmirə forma verərək soba listinə yerləşdirirəm. Bu resept ilə 15 ədəd peçenye alındı. Öncədən isitdiyim 180 dərəcəli sobada yarım saat bişirirəm. Üzərində çatılar əmələ gəlib alt və üst hissəsi yaxşı qızardıqdan sonra sobadan götürürəm. Peçenyelər soyduqdan sonra üzərinə şəkər pudrası səpdim. Yeni videolarımdan xəbərdar olmaq üçün kanalıma abunə olmağı və rəy bölməsində mənimlə fikirlərinizi bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.